Kəlbəcərdə növbəti köç baş tutdu. Azərbaycan xalqının başına bir də belə işlər gəlməsin. Birinci etimizin sayəsində qayıtmışıq, Kəlbəcərdəyik. Şəhidlərin analarının, ailələrinin qarşısında baş əyirik. Onların balalarını xoşbəxt görmək istəyirəm. Qazilərimizə can sağlığı versin. Yəni onların hesabına qayıtmış vətənlər. Nəinki paytaxt Bakıda, bölgələrdə yaşayan keçmiş məcburi köçkünlər öz doğma ata-baba yurtlarına geri dönürlər. Yəni, böyük qayıdışın sevincini yaşırlar. Dövlət proqramının icrasının 4-cü ilindəyik. Artıq 31 yaşayış məntəqəsinə və 31 yaşayış məntəqəsi deyəndə 6 şəhər, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Füzuli və Cəbrayıl, 3 qəsəbə, Xocavəndin Hadrut və Qırmızı Bazar, Xankəndin Kərkicahan qəsəbəsi və 22 kəndə böyük qayıdışa start vermişdir. 34 ildən sonra gəlib Kərkican qəsəbəsinə vurmuşuq. Çox sağ olun. Sağ olun. Təbrik edirəm sizi. Xoşbaxt yaşayın. Sağ olun. Allah can sağlığı versin, uzun ömür versin. Cari ildə olduğu kimi, yeni ildə də hansı ərazilərə köç olacaq, o barədə də şad xəbərimiz var. İlin sonunadək daha bir sıra yaşayış məntəqələrinə, o cümlədən ölkəmizin ən iri 4-cü iri şəhərinə çevriləcək Ağdam şəhərinə, Xankəndi, Zəngilan şəhərlərinə, həmçinin Cəbrayıl, Zəngilan, Xocalı, Xocavənd, Ağdərə rayonlarının bir sıra yaşayış məntəqələrinə də böyük qayıdışa start verilməsi nəzərdə tutulub. Gələn ilə Qubatlının artıq 2 kəndi demək olar ki, hazırdır. Qubatlının 2 kəndinə böyük qayıdışa start verilməsi nəzərdə tutulur. Hər bir keçmiş məcburi köçkün soydaşımız tezliklə böyük qayıdışın sevincini və qürurunu yaşaya bilsin.